İmam Səccad neçə şeydə Əmirül-Möminə oxşayırdı. Bir də ibadətdə idi. Dedilər ki, sən çox ibadət edirsən. Səccad ləqəbi elə çox səcdə eləyəndir, değil mi? O da dedi ki, gördü ki, mən bunları başa sala bilmirəm. Dedi, orada bir kitab var. O bükülüb əski parçasına. Onu gətirin bura. Gətirdilər. Deyir, onu açdı Həzrət. Və oxudu onu. Sonra deyir, qoydu yerə və sanki biraz o ağladı da, hönkürtü ilə ağladı. Dedi, baxın, bu Əmirül-Mömininin kitabıdır. Onun rəftarları, onun əməlləri hamısı yazılıb. Və burada yazılıb ki, Əmirül-Möminin gündə 1000 rükət namaz qılardı. Burada ki, kim Əli ibn Əbi Talib kimi namaz qılmağa güc çatar. Halbuki İmam Səccad əleyhissalamın bir ləqəbi də Zeynul Abidindir. Namaz zinəti. Namaz üstə nə qədər şeytan istədi, onu fikrin döndərə bilmədi. Ondan sonra ona o ləqəb, Hatifdən verildi o ləqəb. Əntə Zeynul Abidin. Gör İmam Zeynul Abidin əleyhissalam, Əli əleyhissalamın namazı barəsində o sözü deyirsə, gör bizim namazımız nə gündədir də.